Ay millət, mən deyirəm ki, Alikin başı çatmır, onun başı yerində döy. Bir gün canlı yayımda danışdı ki, biz Ağabey nəslindən olmuşuq, Paşinyanın nənə babası da bizim qapıda qulluqçu olub. Siz Ağabey nəslindən yox, tozda donuz otaran nəslindən olubsunuz. Sizi gətirib bu kəndə azıdanın goruna nəqlət. Bircə orada səhifə yol veribsən ki, deməyibsən ki, Paşinyanın sünəti də bizim öydə oldu. Kirvəsi də mənim dədəm idi. Apar, bax bu videonu da Aksafa məhkəməsinə ver, o biri videolarım kimi təzminat kəstir. Kəstirməsən kişi döysən. Sənin azreylin mən olacam. Ay millət, indi subutumu göstərim. Baxın. Mən eşitdiyimə görə Paşinyan onun əsli kökü türkdür. O Türk değil mi? Paşayev'den hamlesi. Onların Paşayev oldu. Paşalı olurlar. O natural Azerbaycan evladıdır. Resmi diyelim. Gelsin Paşa'yla qabaq-qabağa subut edeyim ona. Onun kökü bu dağ kəsəvəndəndir. Bizim kətləndə. Onun deməli nənəsi o vaxtda Susana deyirdilər. Mənim babam danışırdı, ağadır. Onun deməli nənəsindən də babası bizdə ağa yurdudur. Burada qulluq edirlər. Fayton sözlərə onun nəvələri. Onu da Paşinyan dağ kəsəvən adını onca çəkir. Onun nənəsi də babası da buradandır. Nənəsi nətəri? Gəlmədi, erməni arvadıdır. Dədəsi kökü bizdəndir. Çox təsir. Ona görə onu çox açıq ağasına istəyirəm ki, bilsin ki, Paşinyan Türkdür mə? Çünki sonra yazıq öldürürlər. Ona görə. Yəni əsli dağ kəsəvəndən də buradandır, bizim adamdır.